Zamanı bir məqamda qeyd edirik ki, hansı ərazilərdə icazə verilir ictimai yerlərdə? Bu suallara cavabı vəkil qonağın Turan Abdullazadədən alacaq. Xoş gördük Turan bəy. Təfərrüatları sizdən eşitdik. Hansı ərazilərdə icazə var? Hansı ərazilərdə qaydanı pozanlar nə qədər cərimələnə bilərlər? Sizdən eşitdik. İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən tütün məmulatı tullantılarının, kötüklərinin ətraf mühitə atılmasına görə şəxslər 300 manat məbləğində cərimə edilir. Təəssüflər olsun ki, bugün vətəndaşlar hələ də bilmirlər ki, cərimələr əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, əvvəllər bu cərimənin məbləği 50 AZN idi. Bundan başqa məişət tullantılarının urnalardan, tutumlardan kənara atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir. Məişət tullantılarından istifadənin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununda qeyd olunmuşdur ki, teatrlarda, kinoteatrlarda, kafedə, restoranda, yeraltı keçidlərdə, metropolitində, yanacaq doldurma məntəqələrində və digər ticarət və ictimai iaşə müəssisələrində siqaretdən istifadə etmə, tütün məmulatlarından istifadə etmə qadağandır. Buna görə demək 30 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmçinin yetkinlik yaşına çatmayan şəxsləri tütün məmulatlarından istifadəyə təşviq etməyə görə isə qanunvericilikdə 100 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Təşəkkür edirəm. Çox sağ olun informasiyalar biz və tamaşaçılarımızla paylaşdığınız üçün.